Parazit riskini azaldan qidalardan əsasən bitkisel mənşəli tərəvəzlərdən soğan, sarımsaq, turş qidalar, balqabaq tumu, kök, bunlar daha çox immun sistemi artıraraq parazit riskini azaldır. Hansı tərəvəzlər parazit riskini artırır və onları necə təmizləmək, yumaq lazımdır? Əsasən göyərti məhsulları, tərəvəzlər, meyvələr, torpaqdan yığılmış tərəvəzlər qurd invaziyaları riskini sürətləndirir. Bunun üçün tərəvəzləri yumaq təmiz, şirin sularda yaxalamaq lazımdır. Əsasən 5 dəqiqədən yarım saat ərzində suda saxlamaq lazımdır və göyərtiləri yuyarkən buna riayət etmək lazımdır ki, dərin qablarda bol su içərisində 3-5 dəfəyə qədər yaxalamaq lazımdır və göyərtini sudan çıxardarkən yanından süzməməkdən göyərtili suyun içərisindən çıxartmaq daha məsləhətdir. Süzərkən o bütün süzgəc rolunu oynayaraq içindəki qumu və kiri öz üzərində saxlaya bilər. Lakin bol suyun içərisindən göyərti çıxardılarsa, bu zaman daha risk faktoru azalır və dibinə çökmüş şəkildə olur bütün yumurtalar və torpaq məhsulları. Göyərtiləri daha yaxşı qurudub, təmiz bir dəsmal üzərinə sərərək qurudaraq belə istifadə etmək məsləhətdir.